Gəlin hər şeyi kənara qoyub açıq danışaq. Komandanın bu mövsüm transfer siyasəti fiaskodur. Ona görə yox ki, alınan bütün oyunçular fərsizdir. Mən Zlomlislici də, Varkonini də, Muaddibi də bəyənirəm. Hətta Lobato ilə Savonu da nisbətən. Məsələ düzgün transfer planlamasının aparılmamasıdır. Medina getdi deyə yerinə bir mərkəz müdafiəçisi alıb bununla yetindilər. Nə var yazıq Bəhlulla Medina keçən mövsüm qış-yay demədən oynayırdı. O da axırda Bəhlul zədələndi. Özdə zədə də indi deyil ha. Bilinirdi ki, mövsümün Avrokubok müqəddəratını həll eləyəcək təsnifat oyunlarında oyuncudan istifadə etmək olmayacaq. Yerdə qalırdı Bədavi, o da bir günə yaşlanmadı ki. Nə qədər can qoysa da, fiziki olaraq hər keçən mövsüm geriyə gedəcəyi aydın məsələdir. Silvanı mərkəzə çəkmək də həll yolu deyil. Cinahdakı üstünlüyündən məhrum qalmaq komandaya mənfi təsir eləyən məcburiyyətdir. Zarafatla bron eləyib dediyimiz yarım müdafiəçilər də Allah amanını oynayır. Bir zədə ilə yerləri boş qalacaq. Hələ bu Qarabağın abırlı mövqeləridir. Cinah və hücumdan danışmağa dəyməz. Məni düzgün başa düşün. Komanda mövsüm ərzində uğur qazanırsa, bunu baş məşqçi və oyunçular sayəsində edir. Digər funksionerlərin futbol ili ərzində 2 dəfə işi olur. Yay və qış transfer pəncərəsində oyunçu almaq. Bunu da illərlə eləməyib, eləyəndə də plansız eləyəndən sonra Qurbanov bu sözləri desə lap yeridir. Tutalım əsrimizin Həzrəti İsası mənəm. Bu soxa-soxda nə möcüzə icad edeyim? Əgər işdir, Qarabağ bu dəfə də mərhələni keçsə, gec olmadan Ağdamda yeni tikilən stadionun qarşısına mütləq Qurban müəllimin heykəlini qoymaq lazımdır.